elma bir dənə vurub, bir dənə onu çəkim. Görüntülər 112 nömrəli tam orta məktəbdə çəkilib və sosial şəbəkələrdə yayıldıqdan sonra ciddi narazılığa və qınaq obyektinə çevrilib. Qeyd edək ki, biz hazırda həmin ünvandayıq, 112 nömrəli tam orta məktəbin qarşısındayıq. Gördüyünüz kimi qapılar üzümüzə bağlanıb, hadisə ilə bağlı da məktəb rəhbərliyi heç bir açıqlama vermir. Təəssüflər olsun ki, övladlarını almağa gələn valideynlər də bax bu cür qapıda qalıblar, şagirdlər məktəbdən buraxılmır. Saatlar sonra nəhayət ki, təhsil ocağının kilidli qapıları açıldı. Özünü direktor əvəzedicisi kimi təqdim edən